Salam aleykum, hər vaxtınız xeyir əziz izləyicilər. Bugünkü video konseptimiz Mercedes-Benz W212 Kuza E-Class olacaq. Mercedes-Benz W212 E-Class 2009-2016-cı illərdə istehsal olunub və E-Class tarixində ən möhkəm, ən balanslı nəsillərdən biri hesab olunur. W211-dən sonra daha aqressiv və konservativ, W213-dən əvvəl isə daha mexaniki və klassik Mercedes hissini saxlayan bir modeldir. Rahatlıq, təhlükəsizlik, prestij bu Kuzada əsas prioritetlərdən olub. Eksteryer yəni xarici görünüşünə baxaq. Pre-facelift 2009-2013-cü illər, yəni faceliftdən əvvəlki modellər iki oval farası ilə dərhal tanınır. Bu dizayn klassik Mercedes üslubuna işarədir. Faceliftdən sonra, yəni 2013-2016-cı illər arası versiyada isə tam LED tək parça faralar, daha modern bamperlər və arxa stoplarda LED qrafika tətbiq edildi. Aerodinamik baxımdan kuzu uğurludur. Pas problemi demək olar ki yoxdur, boya keyfiyyəti orta yüksək hesab olunur. Salon tam olaraq komfort üzərinə qurulub. Yumşaq materiallar, geniş ön və arxa oturacaqlar, yaxşı səs izolyasiyası, ergonomik idarəetmə. Faceliftdə daha böyük ekran, yeni üsqan, daha müasir multimedia sistemi inteqrasiya olunub. Minus tərəfi bazı versiyalarda salon dizaynı bir qədər sadə görünə bilər. Standart modellərin ayrı-ayrı xüsusiyyətlərinə baxaq. Qeyd edim ki, mən bu videoda yalnızca standart versiyalardan danışacağam. Bu Kuzanın E63 və E63 AMG S olmaqla 2 AMG versiyası var ki, bunlarla bağlı əgər istəsəz xüsusi ayrıca bir video çəkərəm. Bu videoda bunlardan danışmayacağam. Baz versiya olan E180-də mühərrik faceliftdən əvvəl 1.8, faceliftdən sonra isə 1.6 litrəlik turbo benzinli mühərrikdən istifadə edilib. Güc 156 at gücü, tork 250 Nm. Qeyd edim ki, bazara və istehsal ilinə görə bu güc-tork dəyərləri bir qədər dəyişə bilər, amma maksimum 5-6 at gücü. Yanacaq sərfiyyatı 7-8 litr, zəncirin ömrü 200-250 min kilometrə qədər çəkə bilir, kəmər yox zəncirdən istifadə edilib. Zəif cəhətləri M271 motorlarda zəncir səsi bir qədər eşidilə bilir. Aşağı sürətli zəif dinamika Kuzanın da ağır olduğu üçün bu bir qədər hiss edilir. Ağır Kuza üçün motor bəzən zəif qala bilir. Amma qeyd edim ki, 0-100-ü 9 saniyə olan bu avtomobilin, yəni gedişi elə də pis deyil. 200-dən sonra biraz çox ölü qala bilər, amma 200-ə qədər olan sürətlərdə olduqca gözəldir. Xüsusilə sakit sürüşdə olduqca ideal bir avtomobildir. E200 mühərrik 1.8 2.0 turbolu mühərriklərdən istifadə edilib. Yəni facelift əvvəli və sonrası fərqli mühərrikləri görə bilirik. Güc 184 at gücü, tork isə 270 Nm. Yanacaq sərfiyyatı 7.5-8.5 arası ortalama olaraq dəyişir. Zəncirin ömrü 220-280 min kilometr arası sürüşə görə bir qədər dəyişiklik göstərə bilər. Zəif cəhətləri zəncir problemidir. Riskli illərdə bəzi modellərdə bu zəncir problemi mövcuddur və turbo baxımı gecikərsə biraz xərci yüksək ola bilər. Üstünlük E180-dən daha balanslı seçimdir. Həm yanacaq sərfiyyatı idealdır, həm də gücü də bir qədər yüksəkdir. E250 1.8 və 2 litrəlik turbolu mühərriklərdən istifadə olunub E250 versiyasında da. Burada artıq 204 at gücü və 310 Nm tork görə bilirik. Yanacaq sərfiyyatı ortalama 8-9, maksimum 9,5 litr təşkil edir. Zəncirin ömrü 250-300 min kilometrdir ki, burada biraz daha yüksəkdir. Zəif cəhəti aktiv sürüşdə yağ sərfiyyatı bir qədər arta bilər. Yanacaq keyfiyyətinə qarşı da olduqca həssasdır. 95 oktanlı benzindən minimum işləməlidir. Qeyd edim ki, ən populyar variant da elə məhz 250 versiyasıdır. E300 mühərrik 3.0 və 6 benzinli mühərrik, 231 at gücü və 300 Nm-nin də biraz üstündə torku var. Bazara görə dəyişə bilər. Ən dinamik versiyalardan biridir. Həm balanslı, həm də dinamik olan versiya E300 versiyasıdır. Yanacaq sərfiyyatı artıq 10-12 litrə qədər burada çıxa bilir. Zəncirin ömrü isə 350 min kilometrdən kəsinliklə daha yüksəkdir. Zəif cəhətləri yanacaq sərfiyyatının ekonom modellərə görə bir qədər daha yüksək olması və şəhər üçün biraz ağır bir mühərriyi var. Üstünlüyü isə çox sakit və etibarlı atmosferik mühərrik olmasıdır. E350 versiyası 3.5 litrəlik V6 mühərrik 272 ilə 306 at gücü arasında komplektasiyaya görə dəyişə bilir. Torku 350-360 Nm, yanacaq sərfiyyatı 12-13 litrə qədər çıxır. Zəncirin ömrü 400 min kilometrə qədərdir. Zəif cəhətləri yüksək yanacaq xərci, vergi və servis bir qədər baha olması. Ən problemsiz benzinli motorlardan biridir, amma eyni zamanda. E400 versiyası burada yenə 3.0 litrəlik V6 mühərrikdən istifadə edilib, amma bu səfər atmosferik yox, biturbolu mühərrikdən istifadə edilib ki, biturbo sistemi 2 ədəd turbo ilə işləyir. Aşağı dövrlər üçün 1, yuxarı dövrlər üçün 1 olmaqla 2 fərqli turbosu var. 333 at gücü və 480 Nm tork hasil edir. Yanacaq sərfiyyatı
10-11 litr turbo mühərrik olduğu üçün yanacaq sərfiyyatı da belə bir mühərrik üçün heç pis deyil. Zəncirin ömrü də 300-350 min kilometrə qədərdir. Zəif cəhət olaraq turbo sistem baxımının baha olmasını və elektronikada daha mürəkkəb olmasını göstərə bilərəm. AMG-yə yaxın performansı var, amma komfortu da AMG-dən bir qədər daha yüksəkdir. Həqiqətən performans istəyənlər üçün çox ideal bir seçimdir. Dizel modellər ümumilikdə E200, E220, E250 və E350 modelləri var. Yanacaq sərfiyyatı ortalama deyim, əksəriyyətində 5-9 litr arasıdır. Yəni 5-9 litrdən daha yüksək dizel yandırmır. Torku yüksək versiyalarda E250, 350 kimi versiyalarda 400-620 Nm qədər çıxa bilir. Zəncirin ömrü hər birində 400 min kilometrin üstündədir. Zəif cəhətləri bütün bu versiyalarda EGR və DPF problemlərinin bir qədər çox rastlaşıla bilməsi və keyfiyyətsiz dizelin bu avtomobillərə ciddi zərər verməsidir ki, ölkəmizdə ciddi bir problem sayıla bilər. Uzun yol və gündəlik istifadə üçün amma bu dizellər olduqca idealdır. Ümumi zəif cəhətlərindən istəyirəm ki, sizə danışım. Əgər aeromatik varsa, bu avtomobillərin bəzilərində aeromatik var, yəni pnevmatik hava ilə işləyən askı sistemi. Hava balonları çox bahadır, tez sıradan çıxmır, olduqca uzun ömürlüdür, amma lazım gəldikdə olduqca yüksək servis xərci var. Elektron köməkçi sistemləri yaşla problem yarada bilər. Xüsusilə klimatoloji yüksək, köhnə illərə məxsus W212-lərdə elektron köməkçi sistemlərdə problem yaşaya bilərsiniz. Orijinal ehtiyat hissələri heç ucuz deyil. 7 G-Tronic yağ vaxtını dəyişməzsə çox yüksək zərər görür. Amma qeyd edeyim ki, dözümlülük olaraq olduqca yaxşıdır, olduqca dözümlü bir sürətlər qutusu, sadəcə düzgün qulluq istəyir. Şəhər içi sürüşdə iri kuzda bir qədər hiss olunur. Yekunda onu deyə bilərəm ki, W212 klassik Mercedes rahatlığını müasir texnologiya ilə birləşdirən çox balanslı modeldir. Düzgün motor seçimi ilə uzun illər problemsiz sürmək mümkündür. Hansını almaq məsləhətdir deyə soruşsaz, mən benzin tərəfində 250 və ya 300-ü məsləhət görürəm. Əgər bir qədər daha ekonom olanı istəyirsinizsə 250 və ya yanacaq sərfiyyatı sizin üçün çox da önəmli deyilsə E300-ü tərcih edə bilərsiniz. E250 versiyası həm ölü deyil, 180-dən bir xeyli daha dinamik bir avtomobildir, həm də yanacaq sərfiyyatı da elə yüksək deyil, kuzonu da rahatlıqla daşıyır. Avtomobilin sürüş hissiyatı barədə sizə danışmaq istəyirəm ki, bu avtomobil ən güclü versiyalarını 300-400-ü belə alsanız çox da qaza basmağı yox, daha çox sakit getməyi tələb edən bir avtomobil kimidir. Düzdür, yüksək dövrlərdə, yüksək sürətlərdə çox yaxşı performans göstərir və dövrünün BMW 5 seriyası, həmçinin rəqibi olan Audilərdən yol tutuşunda həqiqətən fərqlənir. Xüsusilə 4matik versiyaları həm yol tutuşu çox yüksək səviyyədədir, döngələrdə olsun və ya buzlu qarlı yol şəraitində olsun. Yəni dinamik sürüşə uyğun bir avtomobil olsa belə daha çox sakit uzun yol sürüşündə daha çox zövq verdiyini deyə bilərəm. Bütün bunları əlbəttə sürücülərdən gələn geri bildirişlərə əsasən sizə çatdırıram. Və 4matik də qeyd edim ki, bəzi variantlarında olub, komplektəsiyada asılı olaraq gəlirdi. Yəni opsional olaraq əgər özünüz istəsəz o illərdə ala bilirdiniz. Hamısında 4matik sistemi yoxdur. Bəzilərində 4matik və aeromatik pnevmatik askı sistemini görə bilirik. Belə dostlar, bugünlük məndən bu qədər, bir videonun daha sonuna gəldik. Ümidvaram ki, faydalı bir video olmuşdur. Əgər bəyəndinizsə mənə dəstək olmaq üçün videoya like atar və kanalıma abunə ola bilərsiniz. Növbəti videolarda görüşmək üzrə, özünüzə yaxşı baxın.